Şəmki rayonunun Sabirkənd kəndində kimliyi açıqlanmayan bir şəxs çox maraqlı bir addım atıb. 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək üçün düz 44 gün davam edən bir ehsan süfrəsi təşkil edir. İndi gəlin əsas məqamlara diqqət yetirək. Birinci əsas məqam bu işin özü, yəni miqyasıdır. Təsəvvür eləyin, bir nəfər öz də anonim şəkildə müharibənin hər gününə uyğun olaraq tam 44 gün ehsan verir. İkinci, bunun əsas məqsədi təkcə şəhidlərimizi anmaq deyil, həm də Vətən müharibəsində canından keçən igidlərin əziz xatirəsini yaşatmaq, onlara dərin hörməti ifadə etməkdir. Və nəhayət üçüncüsü, baxmayaraq ki, təşəbbüs anonimdir, bu addım Sabirkənd sakinləri, xüsusilə də şəhid ailələri tərəfindən həqiqətən çox yüksək qiymətləndirilib, böyük rəğbət görüb. Bu hadisə bir icmanın öz qəhrəmanlarını xatırlamaq üçün göstərilən anonim xeyirxahlığın necə təsirli ola biləcəyinə gözəl